Hamıya salam dostlar. Necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bu gün Robloxda Build Your Squad oyununu oynayırıq. Belə mənaya çıxır ki, öz komandanızı yaradın. Bu futbol oyununda bu günləri öz komandamızı oluşturacağıq. Bir məqsədim var. Əvvəlcən oynamışdım əslində. Bir məqsədim var bu gün 90 və üstü overalla çatmaq. Görək hal-hazırda neyniyəcəyik? Yanımızda Mete var. Mete türk dostumdur. Birazdan o da gedəcək. Nəysə, Mete'ye söyledim. Ben burada şimdi başlıyorum oyuna burada. Bu adamın 104 Messi'si varmış. Bizim de olacak inşallah. Neyse takımımızı oluşturalım. O. 4-3-3 bir takım. 2010 Meksika. Yani cevap verin Mete'ye. Buralardan üzülürsən, o da danışmalıyam, ayıb olmasın ona. Videoda olduğumu bilir aslında ama soruşur da indi. Neyse devam. Osorio, Perez. Buradan Perez'i seçək. Yeniden yuvarlayaq. 2018 İspanya geldi. Jordi Alba, David Silva'ydı yoksa yanından çıxdı tam olarak. Bunu yeniden çevireceğim. Beğenmedim. Amerika 2026 buradan bir dakika bundan cevap yazayım. Buradan McKennie seçeceğim. Yani yüksek overall'da. 2018 Fransa, Mbappe falan olabilir. Ayda Loris. Loris 86'lıq idi. Neyse biz burada Matuidi yaxşıdır. En azından 83 overall'da. Mete de gedir Mojave Valley oyununa. İstəsən onu da yoxlaya bilərsiniz. O oyunda yaxşı oyundur. Mən də açılımı deyə getmirəm. 2018 Belçika, Mertens, Vertonghen, De Bruyne. De Bruyne şeydi. Mənim fikrimcə De Bruyne. 2018 Misir. Buradan iki seçimimiz var zaten. Məncə sağ bek alaq. Aldım sağ bekimi. 2022 Koreya. Koreya doğru diyorsun. Diyorsun Kore'de. Neyse Yong Kwon götürdüm. 82'li en yükseklerden biriydi. 2006 Fransa, Henry tabii ki de Henry. Ayda heyf Zidane'dan. Matuidi'ni götürmeseydim bu dəqiqə Zidane götürəcəymişəm. Heç nə olmaz. Bəxtimiz budur. 2006 Hollandiya. Van Nistelrooy tabii ki. Kim bilir? 2010 Meksika. Oy Marquez. Buradan ancaq Marquez götürebilirim zaten. 2018 Xorvatiya. Mandzukic. Məncə Mandzukic. Yəni. Bəlkə götürüm. Daha Rakitic də qəşəng kartdı, amma doldu ora. Neysə Mandzukic götürdüm ucu. 2018 yenə Meksika. Meksikaya seçmin. Oyda Ochoa var. Ochoa kartı yaxşı ola bilərdi bizim üçün. Neysə götürdüm. Salcedon'u və 1 kimya 96 oyunumuzu qazandıq. İlk məncə yaxşıdır da, yəni pis deyil. Neysə 93 De Bruyne'ımız var. Yeni komandamızı keçsim, bir dənə qısa ara verdim. 3-4 dəqiqəlik zəng gəlmişdi. Üzrlü sayarsınız yəqin ki.
Yeni kadromuza keçək. 2014 Almaniya komandası gəlir. Buradan mən Neuer götürərəm. Neuer. Oyda Neuer kartı qəşəngdir ya. Neuer'imizi götürdük. Yeni oyuncumuz gəlir. İspaniya 2010. Ay, uy, Xavi. Xavi qəşəngdir Xavi. 96 Xavi. 2022 İngiltərə. Oyda Pickford da qəşəngdir, amma Neuer daha qəşəngdir. Saka. Buradan 2018 İspaniya. Iniesta məncə burada. Yəni Iniesta yaxşı deyə burada məncə. Alba götürək, heç nə olmaz burada. Orta sahaya daha yaxşı adam gələ bilər əslində, ona görə Albanı götürməli oldum. Sağ ikimizi götürdük. Yaxşı kart deyildi, ona görə çəkilmədim. Belçika 2014 Mertens təbii ki də. Məncə Mertens. O biri də 87'lik kart da yaxşı idi, ancaq Mertens daha yaxşıdır. Uy, 95 Salah. Ne yaxşı orada oynayır Salah. 90'ı götürəməyəcək onu. 2026 Amerika. Uy, adamlar. 90. 90'lı adamları götürdük. 2026 Norveç Haaland zad var ya burada. Sörlot'u götürüyor elə. 81'li sol bek. O da defans atacaq, lazım deyil o bizə. 2026 Hollandiya. Niderland daha doğrusu. Mesela tek seçimimiz budur, bunu götürək. 2014 Niderland deyəcəm bu dəfə. Körlü qaldı ancaq başqa. Oyda Snyder da qəşəngdir, amma adamlar daha yaxşı durur. Neyse, bu komandamız da belə oldu. Görək neçə vuruldu. 3 tane yaxşı kartımız var. 89 ayda az-azına keçdi. Neyse, artı bir kimya 110 coinimiz verdi. Hər yeni üçün daha çox coin verir. Yeni oyuncu üçün. Neyse, 3-cü kadromuza devam edirik. 2010 Brezilya. Buradan Kakata. Oy, Kaka dedim, Kaka geldi. Kaka. 96 orta saha kartı. Kaka. 2010 bu Haiti idi yoxsa haraydı? Navas'ın ölkəsi. Demişdim, elə Navas da gəlib zaten. Navas'ı alaq buradan. Orada Navas'ı seçmədim çünki daha yaxşı qapıçılar var. Kurtuva falan var. 98'lik falan, ona görə onu seçməli oldum. Burada bir dənə dil dəyişdirim. Çünki Türkçe çeviri olanda biraz məsələn Valkar yürüydü deyə görünürdü. Onu düzəltdim ki pis durmasın. Şeyin götürəcəm burada. 2026 Amerika. Sağ 2022 Fransa Mbappe gələr. Griezmann. ...2018 Uruguay Suarez ola bilər. Muslera qəşəng. O Suarez. Amma Muslera alaq burada. Çünki santraforumuz da oldu. Sol qanat, sağ qanat falan atmayaq. İspaniya 2018 Pique. Məncə. Kostaya ehtiyac yoxdur. Pique. Rol dedik. 2022 bu ölkənin adı nə idi? Poland. İngilis desəm bilirəm, Azərbaycancasını bilmirəm, üzr istəyirəm. Argentina 2018 Maria. Burada ən yaxşı kartdır zaten. Meksika 2026 Edson Alvarez mi? Edson Alvarez de bu deyəsən. Ha, Edson Alvarez məncə ən yaxşısıdır. Neyse, biz Jimenez götürək yenə də. Çünki Edson Alvarez'in yanına yaxşı adam gələ bilər. 2018 Uruguay gəldiyindən caş götürərdik Edsonu. Sonra adımız Mbappe falan gələ bilərdi. 106 coinimizi götürdük. 88 keçən dəfə Şadırdan daha pis oldu. 80'li adam pozdu biz əslində. 3 tane gümüş kartımız pozdu bizi. Çəkdik buradan 2014 Belçika. Kurtu ayaqdan. Qapıçımızı indidən qarantiləyək. De Jong. Ayaq istəyən burada. 2014 Hollandiya, yenə Hollandiya gəldi. Oy, De Vrij.
Defansımıza yaxşı adam gəlir. 88 orluq hələ ki. Hollandiya 2006. Robben. 2014 Fransa Valbuena götürək. 2026 Portuqaliya Ronaldo da gələr. Vitinha götürək burada. Ya da Nuno Mendes. Nuno Mendes götürək. 2018 Meksika. Ayda Ochoa götürmək olarmış. Neyse buradan kimi götürək? Attım getdi rastgele. 2018 Argentina Di Maria bırakmır, əl çəkmir. 2006 İtalya Totti Gattuso. Ayda Buffon. Ondan da qəşəng varmış. 97 Cannavaro gəldi. 2023 Hollandiya Memphis götürək mən də. Ən yüksək oldu zaten. 280 var. 2018 Meksika yine. Meksika əl çəkmir. Ochoa götürmək varmış ama Herrera. Nisbətən pist. Dördüncü kadroya keçirik. Oy, Pique, Casillas, David Villa, Xavi, 96 kart. 2010 Portugal. O 94 Ronaldo. Sol qanad çəkdik. Təmiz. 2022 İngiltərə. Foden götürək, santrafora atarıq. 2022 Wales. Nekonu götürək yoxsa? Neko götürək də. Zaten heç yoxdur. 2014 Portuqaliya Ronaldo da gələ yenə. Nani də yaxşı kartdır. 2023 Koreya. Voyang'ı götürək yoxsa? Jinsu. Su hələ ki dursun orada. Onu sabit atmaq yaxşı olardı. Rakitic götürmək məncə burada. Manskit'in yerdə oldu zaten. 2014 Argentina. Ay da Messi kartına bax. Nani var ya onun yerində. 97'li idi. Neyse Romero götürək buradan yoxsa yeniləyək. Məncə yeniləyək. Yeni Argentina 2014 ver. Romero 2 dəfə gəlsə götürək, garantiləyək. Yaxşı kadro değildi yani. Ronaldo da Bona götürək. Yassin Bona yaxşı kartda. 2018 Fransa. Ayda Kante götürək. Wales 2022. Ramsey de olar, Davies de olar. Yine 2022 Wales geldi. Davies götürəydi. Sakma Cuadrado. Ochoa'nı götürmək olarmış. Fernandez'i götürək hələlik. 2014 Kolombiya. Oo, əsl Cuadrado geldi. 2018 Argentina. Yine Di Maria geldi. 97'li Messi'ni gəlirdi də. Çox pis gedirdik. Ona görə startladım. ...2006 Fransa. Ribery, Turan, Vieira. Julio Cesar götürək. 88'liydi. Qapıcı. 2010 İspanya. Uy, 97 Iniesta. Iniesta'nın sol qanad kartı var. Çilidir. Ya Herrera, məncə Herrera'nı götürək bu. Ya da refreshliyə. Ötü yaxşı kart gəldi. Çakma Cuadrado. Vela'nı götürə bilərik. Qallar da onu da götürür. Ayda. Çaşıb bastı mı? Götürə də Vela'nı. 94 deyəcəydim. 84'lük kartdı. Robinho. Kaka'nı götürək. 91'dir. Julio Cesar'ın da yaxşı kart gəldi. Çox yeni adamları dəyişdirmək olsaydı.
2026 Hollandiya nisbətən Reinders götürək də. Hələlik. 2022 Fransa. Ayda, hər dəfə Mbappe gözləyirəm, gəlmir. 2026 Portuqaliya, nəsə Ruben Dias götürək. 89 kart. Hər 89 yenidən error elədim. Braziliyanın yaxşı vaxt deyil. 2010 ayda. Oy, Neymar, amma orada oldu. Nəsə Casemiro götürək, yoxsa Miranda? Bas, Meytaş. Casemiro götürüm də. Burada hələlik Casemiro bizi idarə eləyər. 2014 Chile. Nəsə tək seçim vardı zaten, onu götürdüm. 2026 Haaland. Odegaard. Oyda 96 Haaland. Amma Vela var onun yerində. Heyf. Neyse, onu götürək. Fikrimdə 88 orada qaldıq. Ayda 87'ye düşmüşük ki. Ne olacak Portugalya? Oy, 99 Ronaldo. ...26 Norveç. Sörloth götürək, yoxsa Sörloth götürək. Neuer'i götürdüm hələlik. Biz idarə eləyər Neuer. Van Persie. Kaka, Ronaldinho 92'liyi kartdı. 2014 Almanya. Oy, Neuer'in 96 kartı gəldi. Bəlkə yeniləyək. Hummels'i götürək, keçək məncə. 2014 Kolumbiya. Quadrado gəldi yenə. Şirel olacaq. Rerolluyaq. Zons gəlsin hələlik. 90'lıq. 90'dan düşməyə bir dənə. Schweinsteiger, birdən Schweinsteiger gəlsin. Ən yaxşısı oldu. Darmian. Oy, 97 Pirlo. Ayda götürəmirik. Çəş Schweinsteiger'i götürməzdik. Neyse, buradan Darmian götürək də. 2010 Portugalya. 94'te Ronaldo gəldi yenə. Bizə Coentra götürək. 2014 Portugalya. Oy, 95'te Ronaldo. 3-cü Ronaldo deyəcək də. Pepe. Nəsə, keçək bunu. Ayda, heyf. Amma 2 kimya götürmüşük, yaxşıdır. Robin götürək, 2014 Hollandiyadan. Ruben Dias ya da Diego Costa var. Bizim üçün yaxşı ola biləcək. Oy, 97 Yoma. 2018 İngiltərə, Sterling götürə bilməm. 2018 Uruguay'dan Muslera götürək edək. 2010 Argentina. Tevez'i götürəməz buradan. Santrafor oynayırmış. İngiltərə 2006. Lampard götürək. Tez qadron qura qutarmağa çalışıram. Oy, 99 Messi. Amma Robin var onun yerində. Heyf. Getdərdim. Atardıq paketlərə. ...2014 Fransa. 2026 Meksika. Ayda, bu nə da? Bir dənəsi qaldı. Neçə olurluq? 87. Yaxşı deyil. Oy, 97 Suarez. Götürək məncə. Əldən vermək olmaz belə oyuncuları. 2018 Almanya. Neuer götürək. Qapımız qarantilənsin. 2014 Argentina.
Rojan yoxsa Bezin götürək keçəydi də. Pedri təbii ki də. 2023 Belçika gəldi. De Bruyne götürək keçək. 2014 2022 Xorvatiya Modric götürək keçək. 2026 Norveç. Oy, Holland kartına bax, 96. 2010 Nigeriya deyəsən. Hə, Nigeriya. Drogba kartı qəşəngmiş. Hələlik Bamba. Samba neydi? Bamba. Turan. 2010 Niderland. Bir daha bu kartımız var ya. Matisse. 2014 Kolombiya gəldi. Bu komandamız necə oldu? 90 overall bitirdik. Bu günlük bu qədər. Bugün də komandamızı çəkdik, qutardıq. Hələlik ulduzlarımız bu qədərdir. Gələcək videolarda istədiyiniz oyunları kommentlərdə bildirin. Onları da çəkərəm. Video hissələrini açıram. Discord kanalımıza qoşulmağı unutmayın. Kanalda linki var.